hər vaxtınız xeyir. Bu gün 17-ci suala baxacağıq. 17-ci sualda deyir: binomun açılışında dərəcəsi 20 olan həddin əmsalını tapın. Biz bunu bir tutaq ki, px-dan ifadə edək bu hasili və binomun açılışındakı dərəcəsi. Biz hər bir həddin böyük dərəcələrini tapaq. Dərəcəsini tapaq. Burada x-in dərəcəsi 1-dir. Elə 1 olaraq yazırıq. X minus 2-nin kvadratı. Elə bunu asa da bilərik əslində. X kvadratı minus 4x plus 4. Ən böyük dərəcə burada 2-dir. X kvadratı. X plus 3-ün kubu. Aşağında x kubu plus 9x kvadratı plus 27x plus 27 eləyir. Ən yüksək dərəcə burada elə 3-dür. Ümumiyyətlə, nəsə bir, məsələn, tutaq ki, budur, məsələn, bu açılışdır. Bu açılışın, məsələn, dərəcəsi ya da qüvvəti, dərəcə qüvvət onsuz da sinonimdir. Bu soruşulduqda onsuz da ən böyük dərəcə, ən böyük qüvvət nəzərdə tutulur. Ona görə ən böyük götürülməlidir. X minus 4 üstü 4 bərabərdir. Deyilsə ki, bunu tam olaraq aydın şəkildə görmək istəyirəm ki, bunun ən yüksək dərəcəsi hansıdır. O zaman binom düsturundan istifadə edək. X plus A üstü N bərabərdir. Cəm N, burada K bərabər 0. Kombinizon N-dən K. X üstü N minus K vurulsun A üstü K. Bu düsturdan istifadə edək. Deməli, və məsələn, tutaq ki, soruşulsa ki, burada məsələn, N özü neçədir? 4-dür. A neçədir? Mənfi 4-dür. Mənfi 4. Düsturda əgər müsbətdirsə, burada isə mənfidirsə, onda mənfi götürülür. A demək mənfiymiş. Əgər düsturun özündə mənfidirsə, tutaq ki, burada məsələn, x minus A üstü N olsaydı, A yenə 4 olacaqdı da, mənfi 4 olmayacaqdı. Ona görə ona diqqətli olmaq lazımdır. Bu belə. Deməli, burada N 4-dür. Deyilsə ki, məsələn, o vaxt summativdə var idi. Deyir, N 4-dürsə, burada neçə hədd olur? Açılışda neçə dənə cəm şəklində yazırsan? 5 dənə. Niyə? Çünki K-nı 0-dan başladırsan. Kombinizon 4-dən 0, baxın 0-dan başladıram. Demək, düstura baxırıq. X üstündə 4 minus 0 eləyir 4 vurulsun. A-mız mənfi 4-dür. Mənfi 4 üstü 0 plus. Kombinizon 4-dən 1 vurulsun. X üstü 4-dən 1 çıxanda 3. Mənfi 4 üstü 1. Plus kombinizon 4-dən 2 vurulsun. X 4-dən 2 çıxanda 2. Mənfi 4 üstü. K neçədir? 2. Plus. Kombinizon 4-dən 3. 4-dən 3-ü çıxanda 1. Mənfi 4 üstü 3. Plus. Kombinizon 4-dən 4. X üstü 4-dən 4 çıxanda 0. Mənfi 4 üstü 4. Belə. Mənfi 4 üstü 4. Belə. Mənfi 4 üstü 4. Belə. İndi belə qoyum. Kombinizon düsturunu deyək. O düstura əsasən bunları mən eləyim. Kombinizon n-dən n faktorial böl, n faktorial vur, n minus n faktorialdır. Və bilməliyik ki, n özü böyük bərabərdir m-dən. Bu belə olmalıdır. Ya bərabər, ya da ki, n daha böyük olmalıdır m-dən. Hesablayaq. Düstura əsasən hesablayaq. Kombinizon 4-dən 0 deyəndə, yəni kombinizon 4-dən 0 belə nəzərdə tutulur. Yəni bu belə də yazılır əsasən. 4 faktorial bölünsün, 0 faktorial vur, 4 faktorial. Əsasən məxrəcdə olan ədədlərin cəmi sürətdə olan cəmə bərabər olur əsasən. Kombinizonda belə olur. Amma permütasiyada belə olmur. 4 faktorial böl 4 faktorial yer cavab 1. Kombinizon 4-dən 1, yəni kombinizon 4-dən 1 bərabərdir. 4 faktorial böl 3 faktorial vurulsun 1 faktorial bölür 4. 4 faktorial özü 1 vur, 2 vur, 3 vur, 4-dür. 3 faktorial 1 vur, 2 vur, 3-dür. Ona görə ixtisara gedəndə 4 qalır. Kombinizon 4-dən 2, yəni kombinizon 4-dən 2. 4 faktorial böl 2 faktorial vur, 2 faktorial. İxtisara gedir 3 vur 4. 2 ilə də bu gedir 2. Eləyir 3 vur 2 bərabər 6. Kombinizon 4-dən 3, yəni kombinizon 4-dən 3. 4 faktorial böl 3 faktorial vur 1 faktorial bərabər 4. Kombinizon 4-dən 4. 4 faktorial böl 0 faktorial vur 4 faktorial. Cavab 1. Deməli 1, 4, 6, 4 və 1. İndi burada yazaq.
Məsələk bərabərdir. Deməli, 4-də 0 kombinezon 1 eləyib. Mənfi üstü 4 üstü 0-dakı onsuz da 1-dir. Üstü 0 olanda 1-i vuranda x üstü 4 eləyir. X üstü 4 plus. Deməli, mənfi 4. 4 eləyib. 4-dən 1 kombinezon. Mənfi 4-ü vuranda mənfi 4 eləyir. Mənfi 16. X üstü 4 minus mənfi 16 x kubu plus kombinezon 4-dən 2 6-dır. 6-nı vuracaq 4-ün kvadratı 16 96 eləyir 96 x kvadratı. Kombinezon 4-dən 3 eləyir 4. 4-ü vuracaq mənfi 64 eləyir mənfi 256 x. Mənfi 256 x plus mənfi 4 üstü 4, yəni 16-nın kvadratı deməkdir. 16-nın kvadratı da 256-dır. 256, bu 1 eləyir, kombinezon 4-dən 4. Bir də x, 256 üstü 0-dır bu, 256 sadəcə. Belə. Deməli, ifadə belədir. Yəni, x minus üstü 4-ü biz x minus 4 üstü 4, yəni bu açılışı açdıq və gördük ki, həqiqətən ən yüksək qüvvət burada həqiqətən 4-dür. Digərlərini də siz aça bilərsiniz həmçinin. Burada x plus 5 üstü 5 ən yüksək qüvvət, yəni dərəcəsi 5-dir. X minus 6 üstü 6-dır isə 6-dır. Deməli, biz burada dərəcələri toplayaq birinci. 1 plus 2 plus 3, 4, 5 və 6. Eləyir 21. Normalda bizə verilən binomun dərəcəsi 21-dir. Amma mənə deyir ki, 20 olan həddin əmsalını tapın. 20 olan həddin əmsalını. 21, bir də 20. Neçə vahid arasında məsafə, yəni neçə hədd var, belə deyim. Nə çıxsaq 20 eləyir, 1 çıxanda. Yəni 21 ilə 20-nin arasında bir fərq var, belə deyək. Bir fərq olduqdan biz bunu dərəcəyə görə də baxa bilərik. Məsələn, nətər? Belə deyim. Tutaq ki, biz burada x üstü 1 deyə, ən yüksək qüvvət 1-dir. Biz bunu götürsək 1 çıxsaq, 1-dən x üstü 0-dır. Bəs bunun əmsalı nə olacaq? 1. Çünki x üstü 0 özü də 1-dir. Burada ikinci əmsal, yəni ən yüksək qüvvət 2-də axı, dərəcəsi 1 olan dəyişənin əmsalı mənfi 4. Burada 9-dur, görünür. Burada mənfi 16-dır. Mənfi 16. Burada bir dəfə əmrlik yazacağım, 25-dir. Burada isə mənfi 36-dır. Bunu da digərləri kimi yoxlaya bilərsiniz həmçinin. İndi bunu toplayaq. 1 minus 4 plus 9 minus 16 plus 25 minus 36. Cavab edir mənfi 21. Cavab mənfi 21-dir, bəli. Və bizə deyir ki, 20 olan həddin əmsalını tapın. Cavab mənfi 21-dir. Bəs px nətər qurulub? X üstü 21 minus 21 x üstü 20. Dərəcəsi 20-dir, bəli. Əmsal nədir? Mənfi 21. Demək, cavab C variantıymış.